Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Əmirli Səxavət, Əlil Tədris Mərkəzinin informatika müəllimiyəm. Bu videoda sizinlə Dövlət İmtahan Mərkəzinin test bankından informasiyanın kodlaşdırılması mövzusunun 73-cü sualın izahına baxacağıq. Deməli, sualımız belə. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 15 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Şifrədə yalnız A, B, C, D, E, F, G 1, 2, 3, 4 simvollarından istifadə olunub. Deməli, burada əlavə məlumat sözünə diqqət etməliyik və bir də 15 simvollu şifrə sözünə. Hər bir belə şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Bununla yanaşı hər bir simvol ayrı-ayrılıqda və minimal mümkün bit sayı ilə kodlaşdırılır. Bir istifadəsinin qeydiyyatı üçün 16 bayt tələb olunarsa, əlavə məlumat neçə baytdır? Deməli, əvvəla 15 simvollu şifrədirsə, biz deməli bir simvolun həcmini necə tapacağıq? Əlifbaya görə. Bizə deyirsə ki, A, B, C, D, E, F, G 1, 2, 3, 4 simvollarından istifadə edə bilərik. Baxaq görə neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 11 dənə simvol var. 11 müxtəlif simvol, bildiyimiz kimi 11 müxtəlif simvolu biz minimum 4 bitdə kodlaşdıra bilərik. Yəni, bu əlifbadan istifadə edərək yazacağımız bir simvolun informasiya həcmi olacaq 4 bit. İndi bizə 15 simvollu şifrə veribsə, şifrəmizin informasiya həcmi isə deməli olacaq 15 vuraq 4 bit. Və başqa cürdə isə 60 bit. Daha sonra diqqət edək bu cümləyə. Minimal eyni tam bayt uzunluğunda yazılır. Biz əgər bunu bayta çevirsək 8-ə bölməliyik və 8-ə bölsək haradasa belə deyək 7 tam düşər, qalanı isə kəsirlə alınar bayta çevirəndə. Və bizə tam baytla kodlaşdırılır dediyinə görə biz bunu dəqiqdir ki 7 baytda saxlaya bilmərik. 7-dən böyük olmalıdır. Və minimal tam bayt dediyinə görə məcburuq 8 baytda saxlayaq. Və bizə fikir verin, demişdi ki, istifadəsinin qeydiyyatı üçün 16 bayt tələb olunur və biz tapdıq ki, 8 bayt onun şifrəsidir. Və əvvəldə də bizə demişdi ki, müəyyən əlavə məlumat da var. Onda belə çıxır ki, əlavə məlumatın həcmi də 16 minus 8, yəni 8 bayt olacaq. Vahidi də həmişə yazmağı unutmamaq lazımdır ki, hesablama zamanı xətalardan özümüzü qoruyaq. Variantımız olacaq deməli A variantı. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.